Bədxəbər vermək olmasın əziz takipçilər, dünən səhər çağlarında Bayramova Rəbahət düşən çayın gəlmişəm, həmin o yaycı arxı deyilən yerin dəhnəsindəyəm. Çəkib detalları ilə sizə izah eləyəcəm. Çay yaycıya gedən yer, demək o yan tərəf Azıya gedir, Azıya. Buradan bura yaycı arxının dəhnəsidir. Dəhnə deyilən yerdir. Bayramova Rəbahət dünənləri, demək yuxarıda o hansı kətdə? Başdizə kəndində suyun gürlüğündən düşüb suya, qəza nəticəsində də indi olub da insanın başı fırlanıb. Hər halda insan düşüb suya çıxa bilməyib suyun gürlüğündən. Çayın, indi o düşdüyü yeri də göstərəcəm. Çayla gəlib su ilə su gətirib buradan burada demək düzünə yox, sağa yaycı arxı ilə gedir. Demək, əziz insanlar, ona görə də rəhmətliyin cəsədi gəlib buradan, bax bu gördüyünüz yerdən, bura hörülüydü, hörcüydü. Dünən o qadını axtaranda, neydi axtaranda buraları sökübdülər. Ki suyun çoxu geçsin onu, bura su lap çox gedirmiş. Suyu yarı qədər azaldıbdılar. Demək, Sovet hökuməti vaxtında müqaviliyə əsasən bu Sabir kənddən geçən çayın suyu buradan yaycı arxı deyilən arxına kanal vasitəsilə gedir yaycı kəndinə. Su az olarsa, su qıtlığı da olarsa 3 gün gedir Azıya su, 3 gün gedir yaycıya, 3 gündə Sabir kəndə. Vəssalam. Beləsinə suyu bölürlər. Yani yaycı arxının suyu buradan gedir. Bura yaycı arxının dəhnəsidir. Bak bu arxamda gördünüz, burada yaycı kəndinə ait su anbarıdır, düzdür. İçməli su anbarıdır. Belə gedir, qranitçanın içindədir. Ya bura girmək qadağandır. Qranitçanın içindədir. Bura yaycı kəndinin su anbarıdır. Buradan yaycıya içməli su gedir. Gedə indi hanımın suya düşdüyü yeri çəkib size paylaşacağım. Hal-hazırda Başdizə kəndində körpünün üstündəyəm. Rəbahət xanım bu çayın, o aşağıda o dam görsənir, dam örtüyü. Və o evin turşunda təqribən 10 metr o yana boyana düşübdü çaya. Düşüb çaya. Beləsinə. Burada Başdizə kəndidir. Özünüz gördüğünüz içindeki su haddinden artık cürdü, maşallah bu su boldu.